Bugünkü dərsimiz həyatın yaranması 11-ci sinif dərsi ilə olacaq. Yer üzərində həyatın yaranması. Ümumiyyətcə yer planetinin yaranması necə baş vermişdir? Təbii ki, yer planetinin təqribən yaşı uzun illərdir. 4 və yaxud da 5 milyard yer planetinin təxmini yaşı olduğu hesablanır. Və yer planetinin yarandığı bir çox eralar vardır ki, bunlardan arxey erası, proterozoy erası, paleozoy erası bu şəkil çox yaxşı şəkildir. Paleozoy erası, mezozoy erası və kaynozoy erası. Bu verilənlər içərisində ilk dəfə həyat izləri yarandı arxey erasında və arxey erasının və proterozoy erasının heç bir dövrləri yoxdur. Lakin paleozoy, mezozoy və kaynozoy eralarının dövrləri var. Məsəl üçün bunları əzbər ardıcıllıqla bilməliyik. Paleozoy erasının dövrləri Kembri, Ordovik, Silur, Devon, daş kömür, Perimdir. Mezozoy erasının dövrləri Tiras, Yura, Təbaşir, Kaynozoy erasının dövrləri Paleogen, Neogen və Antropogendir. Və bu Paleozoy erası, Mezozoy erası, Kaynozoy erası Fanrozoy eonunun eraları hesab olunur. Və şəkilə diqqət yetirsək, görərik ki, proterozoy erasında ümumiyyətcə həyat su şəklində olmuşdur. Yəni, yalnız canlılar su mühitində olan canlılar var idi, quru mühit yoxdur. Və arxey erasında da təbii ki, bu cür mühit vardı. Lakin daha başlayaraq Kembri dövrü, Ordovik dövrü az da olsa burada torpaq suxurlarına şəklə də diqqət yetirsək, suxurlara rast gəlmək olar. Kembridən əvvəl görürsünüzmü, yavaş-yavaş torpaq suxurları, daha sonra maye, mavi şəkildə, sonradan isə yenidən hər iki mühit olur. Həm torpaq mühiti, həm də su mühiti. Yer yarandığı dövrdən indikindən çox fərqli olub. Nəyə görə? Çünki onun diametri ölçüsü çox kiçik olub və temperatur çox yüksək olub. 1000 dərəcə Selsiyə qədər, hətta daha çox temperatura malik olub. Və bu yüksək temperatur orada yer qabığında olan suxurları əridibdir. Və bu suxurları əridir, getdikcə bu proses davam edir və hava soyumağa başlayır. Yəni, temperatur azalmağa başlayır. Temperatur azalmağa başladıqda artıq yağışların yağmasına səbəb olur. Hətta temperatur kitabımızda verib 100 dərəcə Selsiyadan aşağı olduqda yağış yağmağa başlayır. Bu hissəyə diqqət yetirərik. Yer üzərində həyatın yaranması haqqında iki tərif vardır. Bu təriflərdən biri İngilisə məxsusdur, digəri Wolkensteinə məxsusdur ki, İngilis deyirdi ki, həyat sulallardan ibarət cisimlərin yaşama üsuludur. Bu yaşama üsulu öz mahiyyətinə görə cisimlərin kimyəvi tərkibi, öz hissələrinin daimi öz-özünə yenilənməsindən ibarətdir. Yəni, İngilis həyatın zulallardan ibarət olduğunu yaşama üsulunu sübut etmişdi. Wolkenstein isə yer üzərində mövcud olan canlı vücudlar həm zülallardan, yəni biopolimerlərdən, həm zülal və nuklein turşularından qurulmuş, öz-özünü tənzimləyən, öz-özünü törədən açıq sistemdir. Hər iki tərifi əzbər bilməliyik. Deməli, İngilis zülallar haqqında yalnız fikir yürütdü. Wolkenstein isə dedi ki, həyat biopolimerlərdən həm zülal, həm nuklein turşuları, artıq nuklein turşuları varsa, özünü törətmə var. Burada, yəni açıq bir sistemdən söhbət getdi. Yer üzərində həyatın yaranması haqqında burada çalışmaya diqqət yetirsək, yer yarandığı dövrdə hal-hazırda olduğundan çox fərqli idi. Onun diametri indikindən kiçik, temperaturu isə yüksək olubdur. Bəli, bütün temperatur da yüksək suxurları əridib və meteoritlər yer planetinə düşmüş vəziyyətdə olmuşdur. Yer üzərində həyatın yaranması haqqında bir çox fərziyyələr var və bu fərziyyələrdən biri də, məsəl üçün, ilk fərziyyələr söylənmiş alimlərdən biri də bunu Van Helmont deyərək sıçanlar və çirkli paltarlardan yarandığını, sonra Paracelsus homunculus, yəni insanın suyunu hazırlanmasını fikrini yürütmüşdü. Lakin yer üzərində həyatın yaranması haqqında ən qədim fikirlərdən biri öz-özünə yaranma fərziyyəsidir ki, bu fərziyyənin adı spontan nəzəriyyəsi adlanır. Spontan nəzəriyyəsi adlanır, bəli. Daha sonra bir çox nəzəriyyələr müəyyən olundu. Bunları deyəcək. Amma burada bir dənə diqqət, yəni testlərə bəzən düşür. Keçmişdə insanlar böcəklərdən nədən yaranmışdır? Yem artıqlarından, güvələr yundan, qurbağalar lildən, sıçanlar buğdadan, çirkli paltardan
müəyyən etmişdi. Yəni bunları diqqət et. Hətta ağaclar üzərində yemişə bənzər meyvələrin içərisində quzuların yetişdiyini deyirdilər. Bunlara diqqət yetirək. Demirəm əzbər bilək, amma bəzən testlərdə qarşımıza da çıxa bilər. Digər nəzəriyyələrə baxsaq, vulkan püskürməsidir ki, vulkan püskürməsi nəzəriyyəsinə ilkin təsəvvürlərə görə belə bir məlumat söyləyir ki, vulkan püskürməsi nəticəsində, məsəl üçün ABŞ-da Milli Parkın birində isti bulaqlarda yaşayan qədim orqanizmlər olan arxeobakteriyalar tapılmışdır ki, yəni ki, qeyri-üzvi maddələrdən yaranmışdır. Bunu üzvi maddələr ilk dəfə olaraq qeyri-üzvi maddələrdən yarandığını vulkan püskürməsi təsəvvür nəzəriyyəsini və yaxud da fərziyyələrini irəli sürən alimlər bildirmişdir. Ona görə yadınızda qalsın, biz bilirik ki, bakteriyalar ən qədim canlıdır və o bakteriyalar içərisində də arxeobakteriyalar ən qədim bakteriyalar hesab olunur. Buzlaqlar fərziyyələrinə görə yer kürəsində buzlaqların altında, bəzi buzlaqların altında atmosferi təşkil edən qazların və siyanit duzlarının qarşılıqlı təsirindən zülallar yaranmışdır. Bax, diqqətli olaq. Bax, bu hissələrə lazımdır bizə. Deməli, atmosferi təşkil edən qazların və siyanit duzlarının qarşılıqlı təsirindən zülallar yaranmışdır. Məhz bu buzlaqların işi nə idi? Buzlaqların işi ondan ibarətdir ki, yerdə ozon təbəqəsi təbii ki, yox idi bu dövrlərdə. Günəşin ultrabənövşəyi şüalarından buz qatının qorunduğunu güman edilirdi və buz qatlarının altında zülalların yaranması sübut olunmuşdu. Əgər zülal varsa, yəni orada artıq canlıya aid olan əlamətlər üzə çıxırdı. Digəri dağ ətəyində sudur ki, bu fərziyyəyə görə, məsəl üçün ilk dəfə təbii ki, deyirik ki, həyat dənizlərdə, okeanlarda yarandı və həmin bu dənizlərdə, okeanlarda, dayaz yerlərində sadə qeyri-üzvü birləşmələrdən diqqətli olaq. Burada isə deyir ki, nuklein turşularının sələfləri olan maddələr əmələ gətirdi. Yəni nuklein turşuların yaranması dağ ətəyində sudur, buzlaqlar dövründə isə zulalların yaranmasına məlumat verilmişdir. Digər fərziyyəmiz kosmosdan gəlmələrdir ki, bizə belə güman olunurdu ki, planetimizdə həyatın yaranması haqqında fərziyyələrdən biridir ki, planetimizə həyat digər planetlərdən gəlmişdir ki, bu nəzəriyyənin adı da panspermiya nəzəriyyəsidir. Bax, diqqətli olsaq, bu şəkilə baxsaq, bu şəkildə arxeobakteriyanı verib, digər isə müasir bakteriyalardır. Yəni arxeobakteriyalar qamçısız olan bakteriyalar hesab olunurdu. Ən qədim bakteriyalar. Həyatın yaranması haqqında təsəvvürlər getdikcə inkişaf etmiş. Bu təsəvvürlərə, yəni bu nəzəriyyələrin adı, məsəl üçün biogenoz nəzəriyyəsi, abiogenoz nəzəriyyəsi, panspermiya, həyatın yaranması, digər nəzəriyyə, yaradılış nəzəriyyəsi, avtotrof, heterotrof nəzəriyyələr var. Məsəl üçün, biogenoz nəzəriyyəsi nə deməkdir? Canlının iştirakı ilə üzvü maddələrin yaranması biogenoz nəzəriyyəsidir. Abiogenoz nəzəriyyəsi isə canlı iştirak etmədən qeyri-üzvü maddələrdən üzvü maddələrin yaranması abiogenoz nəzəriyyəsi adlanır. İndi abiogenoz nəzəriyyəsinin ilk tərəfdarlarından biri məsələn Aristotel olmuşdur ki, deyir ki, canlılar cansızlardan yaranmışdır. Yəni abiogenoz nəzəriyyəsində yenə deyirəm, qeyri-üzvü maddələrdən üzvü maddələrin yaranması canlı iştirak etmədən yaranırdı bu nəzəriyyəyə görə və ilk tərəfdarları Aristotel olmuşdur ki, Aristotel bildirir ki, canlılar cansızlardan yaranmışdır və belə bir müəyyən edir ki, canlıların tərkibində, daxilində aktiv bir güc olduğunu və bunun canlıya çevriləcəyi fikri əsas yer tuturdu. Ümumiyyətcə, Aristotel bundan başqa da yenə deyirəm, həyatın yaranması haqqında ilk öz-özünü törətmə qabiliyyətinə malik olan spontan nəzəriyyəsinin də yaradıcılarından biri olmuşdur. Digər nəzəriyyəmiz panspermiya nəzəriyyəsidir ki, bu alimlərin adını bilməliyik. Panspermiya nəzəriyyəsinin tərəfdarı Richter alimi olmuşdur. Richter və onun bu fikirlərini təsdiqləyən isə Aronesdən
Vernadiski müdafiə etmişdi. Bax, əzbər bilməliyik. Nəzəriyyənin yaradıcısı Richter olmuşdu. Richterin fikirlərini isə tərəfdaş olan Arunisdən Vernadiskini misal göstərmək olar ki, yəni bəzi alimlərin fikrinə görə həyat bizə digər planetlərdən gəlmişdir. Lakin hal-hazırda müasir dövrdə belə bir bizim planetə digər planetlərdən, məsəl üçün bitki toxumlarının və yaxud da hər hansı sporların gəlməsi qeyri-mümkündür. Həyatın əbədiliyi fərziyyəsinin tərəfdarı isə Preyer olmuşdur ki, bundan başqa da biosfer təliminin banisi Vernadiski tərəfindən yaradılan nəzəriyyədir ki, bu nəzəriyyəyə görə həyat əbədidir. Yəni Preyer nəzəriyyəsinə görə həyat əbədidir və həyat çünki cansızlar da canlılardan əmələ gəlib nəzəriyyəsini təsdiqləyirdi. Həyatın əbədiliyi fərziyyəsi olsun, sonra abiogenez nəzəriyyəsi olsun, bu alimlər fikirləşirdi ki, nəzəriyyənin tərəfdarları fikirləşirdi ki, həyat cansızlardan canlı yaranıb. Bu cür fikirləşirdi. Lakin yenə deyirəm, Preyer idi və Vernadiski idi ki, bunlar deyirdi həyat əbədidir. Digər əsas nəzəriyyələrimizdən biri biogenez nəzəriyyəsi idi ki, biogenez nəzəriyyəsində deyirdi ki, canlı canlıdan yaranıb. İlk dəfə bunu təcrübə ilə sübut edən alimin adı Reddi olmuşdur ki, Reddi ilk dəfə bunu təcrübə ilə sübut etmişdi. Necə sübut etmişdi? Məsəl üçün bankalar şəklində bankaların içərisinə təzə ət qoymuşdur. Bəzi bir bankanın ağzını bağlamış, digər bankanın isə ağzını bağlamamışdır. Bir neçə gündən sonra ağzı açıq qablarda milçək sürfələri görmüşdür. Ağza örtülü qablarda isə heç bir canlı yaranmamışdır. Beləliklə müəyyən etmişdir ki, cansızlardan canlı yaranmır. Yəni ət təbii ki, cansız parçadır. Ətdən ağzı bağlı olduğuna görə ətdə durduğu yerdə ondan yenidən canlı yarana bilməz. Niyə digər ağzı açıq qabda məsəl üçün ət parçasında milçək sürfələri yarandı? Səbəb odur ki, hava vasitəsilə milçəklər daxil olur, orada qidalanır və sayını artıra bilər. Yəni bu nəzəriyyə də dəqiq olmadı. Daha sonra bu nəzəriyyənin fransız alimi Pasterin apardığı təcrübə ilə bunun biogenez nəzəriyyəsini elmi tərəfdən sübut edən nəzəriyyələrdən biri oldu ki, canlı yalnız canlıdan yaranırdı. Bu Paster kolbası yaratdı. Daha sonra bu Paster kolbasından isə müxtəlif təcrübələrdə istifadə edilmişdir. Bundan başqa həm dezinfeksiya, həm də sterilizasiya işlərində də Paster kolbasından istifadə etmişdir. Və Louis Pasteur alim kim idi? O bunun haqqında məlumat verək. Louis Pasteur mikrobiologiya, həm də immunologiyanın banisidir ki, və o viruslar tərəfindən törədilən quduzluğa qarşı vaksini kəşf edən alimlərdən, ilk dəfə quduzluq xəstəliyinə qarşı vaksin kəşf edən alimlərdən biri olmuşdur. Yenə deyirəm, həm mikrobiologiya alimi olub, həm immunologiya alimi olmuşdur. 1861-ci isə özünün apardığı təcrübə ilə, məhz kolba təcrübəsi ilə biogenez nəzəriyyəsini öz elmi təsdiqini tapır və bununla da bildirilir ki, canlı yalnız canlıdan yarana bilər. Lakin diqqət yetirsək, Louis Pasteur'in bu testlərə əvvəllər düşmüşdü, hətta Mik sualına illər əvvəl düşmüş sualdır. Louis Pasteur'in təcrübələrindən əvvəl Terxovski oxşar təcrübələr aparmış, ancaq qabların ağzını açıq saxlamamışdır. Bu səbəbdən də onun elmi işləri öz təsdiqini tapmamışdır. Deməli, Pasteur'dən də əvvəl bu təcrübəni həyata keçirən alim Terxovski olmuşdur. Digər nəzəriyyələrə, məsəl üçün, abiogenez nəzəriyyəsinə biz nəyə deyə bilərik? Canlılar cansızlardan yaranmışdı. 1, 2, 3. 1-ə Y variantı biogenez nəzəriyyəsi canlı yalnız canlıdan yarana bilərdi. Tərəfdarları Reddi idi, Louis Pasteur, Terxovski və s. Paspremiya nəzəriyyəsi isə həyat yer kürəsinə digər planetlərdən gəlmişdi. Başqa planetlərdə də həyat vardı. Bu nəzəriyyənin tərəfdarları isə Richter və onun tərəfdarları Arunisdən Vernadiski olmuşdur. Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlər. Ümumiyyətcə, həyatın müasir dövrdə həyatın əmələ gəlməsi haqqında iki müxtəlif fikir yanaşması var idi. Bunlardan biri avtotrof yanaşma, digəri isə heterotrof yanaşma. Avtotrof yanaşmaya görə bu
yanaşmanın tərəfdarlarına görə canlıların yaranması qidalanmadan başlayırdı. İlk dəfə qidalanmadan və belə fikirləşirdilər ki, canlılar qeyri-üzvü maddələrdən üzvü maddə sintezi olan canlılar ilk qidalanma forması yaranmışdı. Yəni ilk dəfə, yerdə yaşayan ilk canlılar avtotrof orqanizmlər olmuşdur. İlk dəfə, lakin bu sübut da özünü doğrultmamışdı. Çünki ilk dəfə canlıların necə əmələ gəldiyini deyil, sadəcə onların canlıların necə qidalandığını sübut etməyə çalışmışdılar. Lakin digər yanaşma isə heterotrof yanaşma idi ki, heterotrof yanaşma məsəl üçün daha doğru olan yanaşma heterotrof yanaşma idi ki, canlılar uzun sürən kimyəvi təkamül nəticəsində əmələ gəldiyini sübut etmiş və ilk qidalanma üsulunun məhz heterotrof yolla olduğunu isbat etməyə çalışmışlar. Yəni biz bilirik ki, qidalanma var, heterotrof var, avtotrof yolla, yəni fototrof yolla, hemotrof yolla qidalanma. Və bu ardıcılığı bilməliyik. İlk dəfə heterotrof yolla qidalanma, daha sonra hemotrof yolla qidalanma, daha sonra fototrof qidalanma. Və yaxud da bu həm hemotrof, fototrof bilirik ki, avtotrof qidalanmadır. Deməli, ilk dəfə heterotrof yolla qidalanma, daha sonra avtotrof yolla qidalanma meydana çıxdı. Həyatın əmələ gəlməsi haqqında ən səmərəli fərziyyələrdən biri də Oparin aliminə məxsusdur ki, müasir nəzəriyyələrdən biridir. Oparin yer üzərində yaşayan canlıların biz əvvəldən çəkmişdik. Abiogen yolla üzvü birləşmələrin yaranmasından danışdı. Yəni abiogen nə deməkdir? Qeyri-üzvü maddələrdən canlının iştirakı olmadan üzvü maddələrin yaranması nəzəriyyəsi idi. Və burada yer planetində temperatur əvvəlcə deyirik ki, soyuyur, daha sonra radioaktiv maddələrin parçalanması nəticəsində temperatur 1000 dərəcə Selsiyə qədər qalxır və bu 1000 dərəcə Selsidə yüksək olur. Bu zaman bərk süxurlar ərinir və təbəqə əmələ gətirir. Diqqətli olaq, 3 təbəqə əmələ gətirir. 3 təbəqəni əmələ gətirir. Bu təbəqələr nəticəsində ağır olanlar alt təbəqədə, yüngül olanlar orta, daha yüngül olanlar isə üst təbəqəni əmələ gətirmişdir. Və burada da bir əlavə sizə diqqət deyim ki, yəni bizdən soruşsalar ki, yer üzərində həyatın əmələ gəlməsində qazlar neçə təbəqədə yaranır? 3 təbəqədə, alt, orta və yüngül təbəqələrdə əmələ gəlmişdir. Bax, yenə deyirəm, yer planetində 1000 dərəcə Selsiyadan əvvəl nədir? Soyuq mühit var, daha sonra yüksək temperatur malik olur. Və daha sonra kimyəvi reaksiyalar nəticəsində artıq ilkin atmosferdə olan qazlar, bunlar əzbər, ilkin atmosferdə olan qazlar karbon dioksid, karbon monoksid, amoniak, hidrogen sulfit, metan, CH4 qazları və su buxarları su buxar şəklində ilkin atmosferi əmələ gətirmişdir. Yenə deyirəm, bu qazları əzbər bilməliyik ki, ilkin atmosferdə olan hansı qazlardır? Karbon qazı, karbon monoksid, yəni dəm qazı, amoniak, hidrogen sulfit və metan qazları və su buxar şəklində. Bu zaman, bu dövrdə gördük ki, atmosferdə oksigen olmamışdı. Çünki oksigen nə işə baxırdı? Həmin suda olan, okeanlarda, dənizlərdə olan müxtəlif oksidlərin əmələ gəlməsinə sərf olunmuşdu. Lakin kimyəvi reaksiyaların sürəti getdikcə azalır, temperatur aşağı düşür, 100 dərəcə Selsiyə düşür və 100 dərəcə Selsiyadan aşağı düşdükdə artıq su buxar şəklində yox, məhz maye şəklinə çevrilir və getdikcə yağış yağmağa başlayır. Və bu həmin dövrdə də yağışlar suyu həddən artıq çox isti olur. İlk dəfə yaranan dənizlərdə, okeanlarda yadınızda qalsın, su isti şəkildə olubdur. İndi bizdən soruşula bilər ki, ilk dəfə yaranan dəniz və okeanlarda hansı qazlar vardı? Bax, bu dəniz və okeanlarda olan qazlar ayrı, atmosferdə olan ayrı qazlardır. Dəniz və okeanlarda olan amoniak, karbon qazı, metan qazı, hidrogen siyanit qazları və müxtəlif duzlar həll olurdu, yəni vardı. Deməli, okean və dənizlərdə amoniak, karbon qazı, metan qazı, hidrogen siyanit qazları və müxtəlif duzları misal göstərmək olar.
Deməli, o dövrdə oksigen qazı atmosferdə olmadığına görə biz də bilirik ki, oksigen qazı məsələn ozon təbəqəsinə O3-ü əmələ gətirir, düzdürmü? Bəs o oksigen də o dövrdə atmosferdə oksigen qazı olmadığına görə ozon qatı gün ultrabənövşəyi şüalar birbaşa planetə təsir göstərirdi və bu birbaşa planetə təsiri nəticəsində elektrik boşalmaları, yüksək temperatur, ionlaşdırıcı hissələr əmələ gəlirdi, qığılcımlar əmələ gəlirdi. Bununla nəticəsində məhz okean və dənizlərdə üzüm maddələr əmələ gəlmişdir. Üzüm maddələrin monomerləri də nə idi? Karbon qazı idi, metan qazı idi, hidrogen siyanid idi və amonyakı misal göstərərək və ultrabənövşəyi şüaların təsiri nəticəsində isə üzüm maddələr yaranmağa baş verdi. Bu nəzəriyyənin, yəni abiogenoz nəzəriyyəsinin tərəfdarlarından biri də Haldane olmuşdur ki, Oparin nəzəriyyəsi ilə tanış olmuş və onu təsdiqləmişdir ki, həyat ilk dəfə isti duru bulyon şəklində yaranmışdı. Yəni dəniz və okeanların suyu isti şəkildə bulyonda qeyri-üzüm maddələrdən üzüm maddələr yaranmışdı. Biz də əvvəldən də demişdik ki, təbii ki, üzüm maddələrin yaranması canlıya məxsusdur. Üzüm maddə canlıda yaranır. Zulalın varsa, burada həyat var, burada canlılıq var. Bax, bunu həmişə yadımızda saxlayaq. Deməli, bu Oparin nəzəriyyəsi də nə zaman yarandı? 1924-cü ildə bu nəzəriyyənin çox saylı tərəfdarları oldu. Onlardan biri də Haldane olmuşdur. Biopoz fərziyyəsi. Biopoz fərziyyəsi Yunanca bios həyat deməkdir, pois təşkil olunma deməkdir. Yer üzərində həyatın əmələ gəlməsi haqqında müasir fərziyyədir və bu fərziyyənin banisi isə Bernald olmuşdur. Bunu da əzbər bilməliyik ki, biopoz nəzəriyyəsi özü 3 mərhələdən təşkil olunmuşdur. Birinci mərhələ üzvü monomerlərin abiogen sintezi, ikinci mərhələ bioloji polimerlərin yaranması, üçüncü mərhələ membran strukturlarının və ilkin bir hüceyrəli orqanizmlərin formalaşmasıdır. Yəni, üzüm monomerlərin abiogen sintezi bu hansı nəzəriyyə uyğundur? Birinci nəzəriyyə fikri Oparin aliminin fikrinə uyğundur, düzdürmü? Abiogen sintezi. Bioloji polimerlərin yaranması yenə Oparinin fikrinə uyğundur ki, təbii ki, üzüm maddə yarandısa, bioloji polimerlər də yaranmış olur. Deməli, biopoz nəzəriyyəsinin əzbər bilməliyik. Öncə üzüm monomerlərin abiogen sintezi, daha sonra bioloji polimerlərin yaranması, üçüncü mərhələ isə membran strukturlarının və ilkin bir hüceyrəli orqanizmlərin formalaşması idi. Diqqətli olaq. İndi bizə çalışmalarda verir ki, ilkin atmosferdə olan güman edilən qazlar. Təbii ki, bayaq dedim, biri var atmosferdə, biri də var dünya okeanında. Atmosferdə olan metandır, karbon qazıdır, daha sonra amonyakdır, hidrogen sulfid qazını misal göstərmək olar. Karbon monoksid əlavə desək, CO-dur, daha sonra su H2O buxar şəklində. Buxar şəklində, diqqətli olaq, buxar şəklindədir. Bu verilənlər içərisində CH4, karbon, amonyak, daha sonra hidrogen sulfid, bəli. Cədvəli tamamlayın, bunu dedik, ehtiyac yoxdur. Avtotrof yaranış tərəfdarlarına görə canlıların yaranması qidalanma ilə başlayır. Ona görə də qeyri-üzüm maddələrdən üzüm maddələr neyilir? Sintez olunur. İlkin atmosferdə oksigen qazı olmamışdır, çünki o müxtəlif oksidlərin əmələ gəlməsinə sərf olunurdu. Tamamilə doğru. Avtotrof yaranışı nəzəriyyəsinə görə ilk canlılar qeyri-üzüm maddələrdən üzüm maddələr sintez edir. Biri avtotrofa aid edə bilərik. Daha sonra ilk canlılar hazır üzüm maddələrlə qidalanıb. Bu heterotrof yaranış nəzəriyyəsinə aiddir. Fotosintezi həyata keçirən orqanizmlər avtotrof. Avtotrof, bax 1-dir, 3-dür, avtotrof aiddir. Fotosintez keçən orqanizmlər ilk yaranan canlılarda ola bilməzdir. Bu heterotrof yaradılış nəzəriyyəsinə aiddir. İlk canlılar heterotrof olmuşdur. Heterotrofa ilk canlılar avtotrof olmuşdur. Amma ən doğrusu yanaşma isə biz dedik ki, heterotrof yaranış nəzəriyyəsidir.
Bioloji monomer və polimerlərin yaranması isə bax yadınızda qalsın, bu birincidən baxaq. İlk dəfə Chicago Universitetinin əməkdaşı olan Yuri yer planetində bir neçə milyon il əvvəl, bundan əvvəl nə etmişdi? Öz fikirlərini irəli sürmüşdür ki, həyatın yaranmasının birinci mərhələsi abiogen yolla, yəni canlının iştirakı olmadan qeyri-üzvi maddələrin üzvü maddələrin yaranması fikrini irəli sürmüşdü. Daha sonra bu fikri elmi tərəfdən sübut edən alim isə Müller olmuşdur. Kim olmuşdur? Müller. Deməli, abiogen nəzəriyyəsinin tərəfdarları Oparin, Holden, Mülleri misal göstərmək olar və Müllerin təcrübə apardı və bu təcrübə ilə həqiq sübut elədi. Bu təcrübə necə idi? Məsəl üçün bir dənə cihaz düzəltdi və bu cihazda ilkin atmosferdə olan qazları yerləşdi, amonyak, su buxarı, metan, hidrogen qazları və onlara elektrodlar verdi, qığılcımlar verdi və müəyyən müddətdən sonra istilik verdi və müəyyən müddətdən sonra suyun rənginin dəyişməsini gördü və bununla da deməli qeyri-üzvi maddələrdən üzvü maddələrin yaranmasına səbəb oldu. Amma diqqətli olaq, bu qaba heç bir yerdən hava və digər maddələr daxil olmurdu. Təqribən müəyyən bir həftədən sonra suyun rənginin nə elədi, dəyişdiyini göstərdi və bu zaman iyi çöküntü əmələ gəldisə, deməli ilkin atmosferdə üzvü maddələrin yaranmasını sübut etdi. Abiogenez nəzəriyyəsi tərəfdarı olanlar. Digərləri isə, amma yadınızda qalsın, biz də demişdik ki, abiogenez nəzəriyyəsinin ilk tərəfdarları kim olmuşdur? Aristotel olmuşdur ki, Aristotel canlı cansızlardan əmələ gəlmişdir. Daha sonra müasir təsəvvürlərə görə, bu testlərə düşür. Müasir təsəvvürlərə görə həyatın əmələ gəlməsi neçə pillədə baş vermişdir? 3 pillədə baş vermişdir. Birinci pillə, ikinci və üçüncü pillədə. Birinci pillədə belə bir fikir, məsəl üçün suda yağ turşuları olur. Həmən bu suda olan yağ turşuları spirtlərlə birləşib lipid molekullarını əmələ gətirirlər. Daha sonra Fox adlı bir alim də öz təcrübələrində sübut etdi ki, dəniz okeanlarında da məhz zülallar ilk dəfə yaranmağa başladı. Amin turşularından nə edir? Təbii ki, zülalların monomerləri amin turşularıdır. Amin turşuları qatlaşaraq biopolimerləşmiş və zulalları əmələ gətirmişdir. Zulalların da bir qismi fermentlərə çevrilir. Çünki biz bilirik ki, zulalların da əksəriyyəti fermentdir. Fermentlərə çevrilərək nuklein turşuları və polisaxaridlərin yaranmasını sürətləndirmişdir. Yəni, birinci nəzəriyyəmiz oldu abiogen nəzəriyyəsini. Birinci pillədə məhz yenə də abiogen nəzəriyyəsinin fikirləri öz əksini tapırdı ki, qeyri-üzvi maddələrdən üzvü maddələrin yaranması, lipidlərin yaranması, zulalların, hətta nuklein turşuları və polisaxaridlərin yaranmasını da sürətləndirmişdir. Yaranan zulalların bir qismi. İkinci pillə isə konservat damlalarıdır ki, konservat damlaları burada daha doğrusu bu ikinci pillənin adlandırılması üzvü maddələrin qatlaşması prosesi adlanır. Üzvü maddələrin qatlaşması prosesi. Yəni burada yaranan maddələrin qatlığı getdikcə artmışdır. Maddələr bir-biri ilə birləşir və yüksək quruluşlu maddələrə, konservat damlalarına çevrilmişdir. Konservat damlaları canlıları xatırladan bir xüsusiyyət olduğunu olur, lakin canlılardan fərqli olaraq bunlarda özünü törətmə qabiliyyəti olmamışdır. Diqqət yetirək bu hissəyə, özünü törətmə qabiliyyəti olmamışdır. Lakin bunlarda çoxalma, ifrazat kimi, yəni maddələr mübadiləsi, böyüməsi, hətta böyük damcıların kiçik damcılara parçalanması baş vermiş, lakin özünü törətmə qabiliyyəti olmamışdır. Deməli, ikinci pillə də üzvü maddələrin qatlaşması prosesi adlandı. Üçüncü pilləsi isə artıq özünü törədən maddələrin əmələ gəlməsi idi ki, təbii ki, özünü törədən maddələr DNT molekul nuklein turşularının əmələ gəlməsi, yəni polinukleotidlərin yaranması hesab olunur. Və bu polinukleotidlər yaranan zaman, özünü törədən zaman bəzi səhvlər, yəni bəzi mutasiyaların, səhvlər mutasiyalar deməkdir, bəzi mutasiyaların meydana çıxması nəticəsində yenilik yarandı, DNT yarandı, mutasiya baş verdi, özünü törədən maddələr yarandı ki, üçüncü pillədə baş verir.
Bəli, həyatın əmələ gəlməsinin bax nəzəriyyələri biz dedik ki, heterotrof yaradılış nəzəriyyəsi vardı. Heterotrof yaradılış nəzəriyyəsinə görə məhz ilk dəfə kimyəvi təkamül baş veribdi, daha sonra bioloji təkamül. Kimyəvi təkamüldə ilk dəfə sintez reaksiyalarını Müller dedi. Fox da dedi ki, həmin o sintez reaksiya birləşərək üzvü maddələr əmələ gətirirlər, daha biopolimerlər əmələ gətirirlər və daha sonra irsiyyət və bioloji təkamül. Deməli, həyatın yaranması haqqında ilk nəzəriyyə kimyəvi təkamül, daha sonra bioloji təkamül baş vermişdi. Lakin burada bir Bernal fərziyyəsinə görə həyatın yaranmasını əks etdirən sxemdir. Bu hansı nəzəriyyə alimə əsasəndir? Bernal fərziyyəsinə əsasən kimyəvi təkamül, daha sonra bioloji təkamül. Artıq bioloji təkamül varsa, yaşamaq uğrunda mübarizə var, təbii seçmə var, irsiyyət var və s. Yer üzərində həyatın yaranması haqqında belə digər fərziyyələrdən biri də, məsəl üçün, nohurlarda suyun səthində lipid pərdəsi ilə örtülmüş olan bir ucu həmin o lipid pərdəsinin bir ucu karbohidrata, digər ucu isə suya yönəlmişdir. Yəni, bir ucu karbohidrogenli ucu xaricə, digər ucu isə suya yönəlmişdir. Məhz suya yönələn ucunda isə zulallar toplandığı müəyyən olur. Belə bir yadınızda qalsın ki, lipiddir. Məsəl üçün, lipidin bir dəqiqə yenidən yazaq. Lipid molekuludur. Həmən lipid molekulunun bir ucu xaricə çıxırsa karbohidratlardır. Suya baxan hissəsində isə burada zulallar əmələ gəldiyi sübut olunmuşdur. Suya yönələn hissəsində isə zulallar. Beləliklə, ilk orqanizmlər heterotrof olmuş. Onların sayı artdıqca hazır maddələrin azalmağa başlamış. Buna görə də artıq yeni qidalanma formasının yaranmasına ehtiyac vardı ki, həmən yeni qidalanlar isə avtotrof orqanizmlərdən olan ilk xemosintez edici canlılar olmuşdur. Və yadınızda qalsın, ilk dəfə yenə deyirəm, heterotrof qidalanma, daha sonra avtotrof qidalanma. Avtotrof qidalanmada da ilk dəfə xemotrof qidalanma yaranmışdır. İlk avtotroflar xemosintez edicilər olmuşdur. Ona görə hər bir şey kitabda var. Sadəcə biz kitabların hər bir cümləsini, hər bir dərsini mükəmməl bilsək, biz rahatlıqla testləri cavablandıra bilərik. Öncə sizə deyim ki, baxın, bunu çalışma içərisində deyəcəm, amma yenə də yadınızda qalsın. İlk dəfə qıcqırma baş verir. Yadınızda qalsın. İlk dəfə qıcqırmadır, daha sonra heterotrof qidalanmadır, daha sonra xemotrof qidalanma, sonra fototrof qidalanma, ən sonda isə aerob tənəffüs baş vermişdir. Ehtimal olunan bioloji membranın yaranması sxemi, bunu ardıcıllığını bilsək yaxşı olar. Su hövzələrində lipoproteid pərdənin əmələ gəlməsi, həmin o küləyin təsirində pərdənin qovuqcuq və torbacıqlara ayrılması və ayrıldıqdan sonra zülal nüklein turşu kompleksinə malik olan pərdə əmələ gəlir. Ən sonda isə 4 qatlı qılafın, ilkin bioloji membranların yaranmasına səbəb olmuşdur. Necə ki, biz Bernal nəzəriyyəsində dedik ki, öncə abiogen sintezi idi, bəli, üzv monomerlərin abiogen sintezi, daha sonra bioloji polimerlər, ən sonda isə membran strukturuna malik canlılar yaranması. Məhz burada da belədir ki, öncə lipoproteid pərdə əmələ gəlir, daha sonra onlardan nuklein turşuları, zülal nuklein turşusu kompleksi əmələ gəlir, daha sonra isə 4 qatlı qılafın əmələ gəlməsi. İlkin canlıların yaranma sxemi bu ardıcıllıq əzbər. Yəni ilkin, hipotetik ilkin atmosferdəki qazlar hansılardır? Metan, amoniak, su buxarı, hidrogen əzbər bilmək və bunların birləşməsi nəticəsində amin turşuları, amin turşularından proteinlər, yəni zülallar. Məsəl üçün, bura qədər biz nəyi deyirik? Müasir təsəvvürün birinci pilləsidir, düzdürmü? Yer üzərində həyatın yaranmasının müasir nəzəriyyəsinin birinci pilləsidir. İkinci
İkinci konservatlardır. Daha sonra üçüncü nukleoproteinlərin əmələ gəlməsidir. Ardıcıllıqla amin turşuları, proteinlər, konservatlar, daha sonra nukleoproteinlər və ilk heterotrof canlı yarandı. Birinci pillədə nə baş verirdi? Bu müasir təsəvvürlərə görə həyatın yaranması. Birinci pillədə biz nəyi deyə bilərik? Birinci pillədə zülallar yarandı, amin turşuları deyə bilərik. Nuklein turşularının yaranmasına səbəb olan zülallarda fermentlər əmələ gəldi. İkinci pillədə konservatlar, üçüncü pillədə isə biz mutasiyaları misal göstərə bilərik. Bəli, biogenoz nəzəriyyəsinə görə, biogenoz nəzəriyyəsi tərəfdaşı kim idi? Lou Pasteur idi. Reddi idi ki, canlı canlıdan yaranırdı və bu nəzəriyyəyə görə heterotrof canlılar əvvəl yaranıb. Bax, bu ardıcıllıq olmalı idi. Biogenoz nəzəriyyəsi canlı canlıdan yaranıb və heterotrof canlı əvvəl yaranıb. Bu qədər nəzəriyyələr haqqında. Digər bölməmiz isə çoxhüceyrəliyə doğru yol. Çoxhüceyrəliyə doğru yol dedikdə burada biz ilk öncə Opari nəzəriyyəsinə görə konservatlardan, yəni konservat damlalarından bir hüceyrəli prokaryot orqanizmlər, onlardan isə eukaryotların yaranması güman olunurdu konservat damlalarından. Bir hüceyrə, yenə deyirəm, prokaryot, yəni bakteriyalar, daha sonra eukaryotlar yaranmağa səbəb oldu. Burada biz bağırsaq boşluqları olan, nümayəndəsi olan hidranın ektoderma və endoderma qatında olan hüceyrələri göstərilib. Məsəl üçün 5 rəqəmi ilə vəzili hüceyrələr, 6 rəqəmi ilə həzm hüceyrələri, 2 qamçıya malik olan, diqqətli olaq. Daha sonra 4 rəqəmi ilə dalayıcı hüceyrələrdir, 2 rəqəmi ilə dəri əzələ hüceyrəsidir, 3 rəqəmi ilə aralıq hüceyrələr, 1 rəqəmi ilə sinir hüceyrələridir. Bunları əzbər bilməliyik. Yəni şəkildə göstərilə bilər ki, birdən nə işarə olunmuşdur. Çoxhüceyrələrin yaranması haqqında bir çox fərziyyələr vardır ki, bunlardan biri də onlar nə edir? Deyir ki, çoxhüceyrələr ilk öncə müasir qamçılar və amöbə bənzər varlıqlar olmuşdu. Yəni yer üzərində yaşayan ilk canlılar müasir qamçılara və amöbə bənzər varlıqlar olmuşdu. Onlar nədən yaranmışdı? Biz də bilirik ki, bir hüceyrəli heyvanlarda qamçılar sinifi, ona görə deyirdik ki, ən qədim canlılar hesab olunur. Ən qədim canlılar hesab olunur ki, onlar yaxalıqlı qamçılar adlandırılmışdır. Bəli, yaxalıqlı qamçılar və onlar qidanı əmələ gətirən yalançı ayaqlar əmələ gətirir. Həzm vakolu yaradırdı. Tamamilə doğru. İndi burada getdikcə Volvox salında yaşayan qamçılar vardır ki, koloniya əmələ gətirirdi və koloniya daxilində yerləşən hüceyrələr sıx yerləşdiyi üçün onlar sanki təpəciklər əmələ gətirirdi. Həmən o təpəciklər bir qopub suda sərbəst hərəkət edir və yeni koloniyalara çevrilirdi. Burada əsas diqqət yetirməyimiz olması, yer üzərində yaşayan, məsəl üçün təkamüldə bir addımı, təkamülün bir addımı da kitabımızda bu hissələrə diqqət yetirək. Bir dəqiqə. Kitab hissəsində göstərəcəm. Yer üzərində təkamüldə ilk addımı nə olmuşdur? Öncə bunu deyək. Bir adım qamçılı hüceyrələrin koloniyaların xaricinə, amöbə bənzərlərin isə daxili qatına toplanması idi. Deməli, düşə bilər ki, koloniya hüceyrələrinin xaricinə hansı hüceyrələr? Qamçılı hüceyrələr, koloniyaların daxilini isə amöbə bənzər daxili qatın toplanması olmuşdur. Bundan əlavə ən vacib olan bu hissələrə diqqət yetirməliyik ki, deməli ilk dəfə olaraq iki qatlı orqanizmlər yaranmışdır. Həmin bu iki qatlı orqanizmlərdə çoxhüceyrələrin yaranmasına səbəb olan ilk addımdır. Bizdən soruşula bilər, çoxhüceyrələrin yaranmasına ilk addım nədir? Təbii ki, iki qatlı orqanizmlərin yaranması və yaxud da iki qatın yaranmasının səbəbi çoxhüceyrələrin yaranmasına səbəb olan ilk addım idi.
Bəli, yenə deyirəm, çox hüceyrələrdə isə xarici qat hüceyrələri hərəkətə xidmət edirdi, daxili qat hüceyrələri isə həzmə xidmət edirdi. Biz bunu bilirik. Ektoderma qatında olan hüceyrələr, endoderma qatında olan hüceyrələr hansı funksiyanı yerinə yetirir. Bundan əlavə olaraq bir çox araşdırmalara görə ilk çox hüceyrəli orqanizmlər, yenə bu hissələrə diqqət əzbər bilməliyik, lövhə şəkilli olmuşdur. Lövhə şəkilli olmuşdur. Və beləliklə çox hüceyrələrin yaranmasında əsas 3 faktı qeyd edirik. Birinci, onların ümumi əcdada malik olması, əcdadlarının bir hüceyrəli olması, bir hüceyrələrlə çox hüceyrələr arasında koloniyaların yaranması ən vacib olan faktorlardan biri hesab olunur. Digər bu şəkilə diqqət yetirək. Burada canlıların yaranması haqqında təsəvvür. Bax, ilk heterotrof canlı probionit olmuşdur. İlk heterotrof canlı, daha doğrusu deyəndə, ilk probionit sözünün mənası ilk heterotrof hüceyrə olmuşdur və nüvəsiz hüceyrə olmuşdur. Eukariot hüceyrənin ehtimal olunan nəzəriyyəsidir. Bu bizim dərsimizdə verilməyib. Bu nəzəriyyənin adı simbiotik nəzəriyyə hesab olunur və anaerob mühitdə yaşamışdılar. Tamamilə doğru. Probiont nədir? İlk heterotrof hüceyrə və bunu özü 5 şaxəyə ayrılır. Oxlara diqqət yetirsək 5 şaxədir və bu şaxələrə ayrılır. Digər bir şaxəsi isə kör şaxə hesab olunur. Məsəl üçün bu şaxələrindən biri DNT-yə malik olan anaerob heterotrof canlıdır. Həmin bu DNT-yə malik anaerob heterotrof canlı isə özü başlanğıc verir aerob bakteriya olan oksidləşdirici bakteriyalara. Oksidləşdirici aerob bakteriyalardan isə mitoxondri olan canlılar, məsəl üçün ilk eukariot heyvan hüceyrəsi yarandı. İlk eukariot heyvan hüceyrəsinə məhz qamçılardan diqqətli olaq. Təbii ki, qamçılardan da 2 şaxə ayrılır. Biri göbələklər aləmi, digəri isə heyvanlar aləminə başlanğıc verir. Bu hissədə diqqətli olaq. Digər bir şaxə isə bakteriyalarda siyanobakteriyalar olan, göy yaşıl yonsonlar isə özləri eukariot olan ibtidai bitkilərə başlanğıc verdi. İbtidai bitkilərdən də təbii ki, ali bitkilərə başlanğıc vermişdi. Aerob bakteriya isə bu kitabda bu səhv gedibdir. Aerob bakteriya olmalı deyil, anaerob bakteriya olmalıdır ki, anaerob, bunu düzəldin. Anaerob bakteriyadır ki, bunlar isə başlanğıc verdi xemosintez edən bakteriyalar və xemosintez edən bakteriyalar kör şaxə hesab olunur ki, özündən başqa heç bir nədir? Şaxə yaranmadı. Diqqətli olaq. Deməli, aerob bakteriya olan oksidləşdirici bakteriya, bax bu şəkildə buna diqqət yetirsək, bu isə başlanğıc verdi ilkin eukariot heyvan hüceyrəsinə. İlkin eukariot heyvan hüceyrəsi qamçıllar məhz özü 2 şaxəyə ayrıldı. Qamçıllardan göbələklər və heyvanlar aləmi. Siyanobakteriyalar isə, göy yaşıl yonsonlar isə başlanğıc verdi ibtidai bitkilərə, daha sonra ali bitkilərə. Bu çalışmalara diqqət yetirək mütləq şəkildə ardıcıllığı necə yazmalıyıq? Birdə nə olmalıdır? Amma yenə deyirəm, ağac şəklinin birinci budağına, məsəl üçün 2-də qıcqırma. Ən birinci, bayaq da demişdim ki, birinci qıcqırma prosesi olar. Bir dəqiqə, ən birinci qıcqırma prosesi olar. Yəni 2-də qıcqırma. Birdə nə olar? Qıcqırmadan sonra fototrof yox, hemotrof qidalanma olar. Burada hemotrof, burada qıcqırma, bu ardıcılığı bilməlisiniz. Daha sonra 4də olar anaerob, təni anaerob yox, 4-cü, baxaq, 4də ola bilər fotosintez. 4də olar fotosintez, bəli. Fotosintez, 4də oldu fotosintez. Artıq fotosintez həyata keçdiyinə görə siyanobakteriyalar tərəfindən atmosfer sərbəst oksigen qazı olduğuna görə 3də olar aerob tənəffüs, aerob. İndi ardıcılığı deyəcəm, özünüz kitabınızda qeyd edin. Bax, bu ardıcılığa görə 1, 2, 3, 4 ardıcılığına görə birinci hemotrof, daha sonra qıcqırma, daha sonra aerob, daha sonra
deyirik aerobdan sonra üzr istəyirəm, ardıcı aerob və fotosintez. Bəli. Birinci bu ardıcılığa görə xemotrof, qıcqırma, aerob, fotosintez. Amma təbii ki, bu çalışmaya əsasən. Yəni amma ardıcılıq mən bunun üzərindən xətt çəkib, bunu necə düzərəm? 2-də birinci qıcqırma olmalıdır, daha sonra xemotrof olmalıdır, bu budaqda olmalıdır, fototrof, ən sonda isə aerob olmalıdır. Prosesləri ardıcıl düzün. Yenə bunu da artıq dedik ki, birinci ardıcıllıq olar 1 anaerob tənəffüsdür. Daha sonra anaerob tənəffüsdən sonra baş verə bilər xemosintezdir. Xemosintezdən sonra fotosintez, fotosintezdən sonra sərbəst oksigenin əmələ gəlməsi, artıq sərbəst oksigen əmələ gəldikdən sonra aerob tənəffüsün baş verməsi. Ardıcıllığı qeyd edin. 1, 3, 2, 5, 4 olmuş olar. Və burada da məsəl üçün bir rəqəmi ilə mitoxondrdir, bir rəqəmi ilə mitoxondri qeyd edə bilərik. Aerob oksidləşdiricidir, oksidləşdiricini bax bunu bu hissəyə, sual işarəsinin yerinə biri bura yazarıq. Qoy daha dəqiq göstərim. Biri bura yazarıq sual işarəsinin yerinə. Məsəl üçün bu ilə mitoxondri göstərilir, bu ilə xloroplastlar göstərilir, 3 rəqəmi ilə nüvə göstərilmiş olar. İlk canlı isə probiontdur ki, ilk heterotrof hüceyrə hesab olunur və nüvəsizdir. Özü də bir çox şaxələrə başlanğıc vermiş olur.